Son zamanlar uşaqlar arasında qusma, ishal və ya qızdırma ilə gedən infeksiyalar çox görülməyə başlamışdır. Bunun daha çox səbəbi rotavirus, adenovirus kimi viral gastroenteritlər və ya bəzən isə bakterial səbəbli gastroenteritlər ola bilər ki, əsas əlamətlər qusma, halsızlıq, iştahsızlıq, yeməkdən imtina etmə və gündə 10 dəfəyə qədər, hətta 10 dəfədən çox dərhal hopacaq şəkildə sulu nəcis ifrazı ilə gedən bir infeksiyalardır. Bu infeksiyalar zamanı həkim müayinəsi mütləqdir. Çünki burada əsas müalicə itirilən su və elektrolitin bərpası istiqamətində getməlidir. Rotaviruslar və hər hansı bir səbəbli gastroenteritlərə bağlı qusan qarnı gedən uşağın ağırlaşması ən çox su və elektrolit itkisinə bağlı olur. Odur ki, bu virus infeksiyalar zamanı uşağın bol maye almasına diqqət edin. Suyu belə qaytarırsa uşağınız isə bir dəqiqə belə evdə saxlamayın. Təcili yardıma müraciət edin ki, ilkin müdaxilə, ehtiyac varsa isə hospitalizasiya olunsun. Bu infeksiya zamanı hər şey qaytaran uşağa dərhal yemək yedirməyə çalışmaq, dərman içirməyə çalışmaq mənasızdır. Belə olduğu təqdirdə əgər uşağın qızdırması varsa, bu uşağa dərmanı şam formasında qəbul etdirə bilərsiniz. İçmə şəklində isə heç bir dərman verməməyə, qusmanı aradan qaldırmaq üçün isə ya təcili yardım getmək, ya da təcili yardım çağırmağa çalışmalısınız. Mədə-bağırsaq infeksiyaları, həmçinin gastroenteritlər zamanı ev şəraitində uşağa nə edə bilərsiniz? Əgər uşağınız suyu qusmursa, mütləq maye içirməyə çalışın. Yemək yedirməyə ehtiyac yoxdur. Əgər uşaq yeməyə qaytarırsa, onun qaytaran uşaq ardından dərhal yemək yedirmək mənasızdır. Əsas çoxlu su içirməyə çalışmalısınız və əgər qəbul edirsə, uşağın yaşını da nəzərə alaraq, qida allergiyası olub olmadığını nəzərə alaraq bu uşağa probiotiklə zəngin olan turş süd məhsulları istifadə edə bilərsiniz və eyni zamanda həkimin tövsiyə etdiyi qidalar xaricində çətin həzm olunan yeməklər, qızaran, qovrulan, ədviyyatlı qidalar, sərt qidalar, uyğunsuz qidalar, paket qidaları və riskli qidalar, hansı ki zəhərlənmə verə bilər, bu qidalardan uşağı uzaq tutmalısınız.